Ne güzeldir. Su qovşandır. Əfsanəyə görə Kür və Araz adlı iki sevgili olub. Onlar dağları, dərələri aşaraq gəlib bax burada. Bizim Muğan torpağımız. İki filmlə adını kino tarixində yazdıran, Moskvada vəfat etsə də müsəlman adətləri ilə dəfn olunan məşhur bəstəkarımızın qızı haqqında maraqlı bir hekayə var. Söhbət Böyük Dayaq filminin Maya obrazı ilə yadda qalan Tamilla Rüstəmovadan gedir. Tamilla Seyid qızı Rüstəmova 1936-cı ildə Bakıda anadan olub. O, 1959-cu ildə Moskvada yerləşən Gneysinlər adına musiqi institutunu fortepiano ixtisası üzrə bitirib. Tamilla Rüstəmova Azərbaycanın görkəmli bəstəkarlarından biri olan Seyid Rüstəmovun böyük qızı idi. Onların ailəsində 2 bacı və 2 qardaş böyüyüb. Tamilla Rüstəmova hələ həmin akademiyada oxuduğu illərdə orada vokal ixtisası üzrə təhsil alan latış tələbə Olgirid ilə tanış olur. Zaman keçdikcə bu tanışlıq daha da yaxınlaşır və onlar münasibətlərini rəsmiləşdirmək qərarına gəlirlər. 1959-cu ildə